Bismillahirrahmanirrahim. Biz İslam tarixinə baxsaq, İslam tarixində xüsusən Peyğəmbərin 23 illik tarixi müddətinə baxsaq, bir çox döyüşlər olmuşdur. Bu döyüşlərin bəzilərində Peyğəmbər şəxsən iştirak etmişdi və bəzilərində də Peyğəmbərimiz şəxsən iştirak etməmişdi. Peyğəmbərin şəxsən iştirak etdiyi döyüşlərə qəzvə deyərlər, amma şəxsən iştirak etmədiyi döyüşlərə isə səriyyə deyərlər. Tarixdə qeyd olunur ki, Peyğəmbərin şəxsən iştirak etdiyi döyüşlərin sayı 26-29 arasındadır. Peyğəmbərin şəxsən iştirak etdiyi döyüşlərdən biri də Uhud döyüşüdür. Uhud döyüşü Hicrətin 3-cü ili Şəvval ayının 15-i Uhud dağı ətrafında baş vermişdir. Uhud dağı Mədinənin şimal hissəsində yerləşən Əqiq vadisində olan bir dağın adıdır. Qeyd etdiyimiz kimi döyüş orada baş verdiyinə görə o döyüşə Uhud döyüşü deyirlər. Uhud döyüşünün əvvəli İslam ordusunun xeyrinə olmasına baxmayaraq, mövqelərini tərk etdikləri üçün, o oxçular ki, mövqelər təyin olmuşdur, oranı qənimət əldə etmək məqsədi ilə tərk etdikləri üçün bu döyüşdə İslam ordusu bir çox itki vermişdir. Eyni zamanda Allah Rəsulu da bu döyüşdə bir çox yaralar almışdır. Bu döyüşdə Peyğəmbər üçün ən ağır itkilərdən də biri Peyğəmbərin əmisi olan və hər zaman Peyğəmbəri müdafiə edən Həzrət Həmzənin şəhadəti olmuşdur. Həzrət Həmzənin şəhadəti Vəhşi adlı bir kölə, bir qul olmuşdur. Həzrət Həmzə Bədr döyüşündə Muaviyyənin, Əbu Süfyanın arvadı Hindin atası Ütbəni Bədr döyüşündə öldürdüyünə görə Hindin qəlbində Həzrət Həmzəyə qarşı bir nifrət, bir kin var idi. Və Hind həmin o vəhşə göstəriş verir. Yəni buyurur ki, deyir ki, azad olmaq istəyirsənsə, ya Muhammədi, ya Əlini, ya Həmzəni, üçündən birini öldürməlisən. Vəhş belə bir cümlə deyir ki, Muhammədi öldürmək biraz çətindir. Çünki bütün sahabələr onu hər tərəfdən qoruyur. Əliyə gəlincə isə, Əli döyüş meydanında çox diqqətlidir. Yəni ona yaxınlaşmaq da mümkün deyil. Amma Həmzə döyüş zamanı elə əsəbi halda olur ki, sağını solunu görmür. Bir fürsət tapıb onu öldürə bilərəm. Belə də olur. Vəhş ilk fürsətdə, ilk həmlədə Həzrət Həmzəni nizə ilə öldürür.